Salam hər kəsə. Yeni vloqum hazırdır. Bu dəfə sizi övladlarımın qılınc oynatma idman növündən salamlayıram. Bir sözlə sizi oranın gözəl, güllü, çiçəkli həyətindən də məhrum etmirəm. İdmandan gəldikdən isə dərhal sonra pizza etdim. Bu pizzanı yeni kəşf etmişəm. Pizza həqiqətən çox maraqlı və dadlı alındı. Gələn dəfə istəyirəm reseptini yemək kanalımda hazırlayım, paylaşım. Xəmiri hazırlayıb qoyuram pişməyə. Çox tez hazır oldu. Həqiqətən məni heç yormadı. Pişmiş halını təəssüf ki, çəkib paylaşmamışam. Həmişəki kimi. Sonra keçid edirəm samavar çayına. Onun da çəkilişi çox çəkməmişəm, ancaq burasıdır. Belə. İlk dəfə kanalımda make-up videosu paylaşıram. Sən bunu bura belə qoyun. Make-up eləmirəm. Səslər gəlsin. Make-up'ın videosuna başlamasından əvvəl hal-hazırda duş qəbul eləmişəm. İstəyirəm belə bir adda yadımdan çıxdı bunun. Toniklə üzüm sildim. Əvvəllər mənim bir tonik var idi. Rosens firmasından olan tonik. Onu istifadə edirdim. Çox bəyənirdim həqiqətən də. Sonra elə bil ki, burada çox satılmadı da. Türkiyədən gəlirdi. Sonra illər keçdi, istifadə etmədim. Onun qoxusunu həqiqətən çox bəyənirdim, çox sevirdim. Ümumiyyətlə, Eveline firmasından üzümə gəlir, istifadə etmişəm, bəyənməmişəm. Amma bu tonik həqiqətən də sevdim. Çox yaxşıdır. Deyirəm, o tonik deyil, daha doğrusu Mislər Nivadadır. Amma mən tonik olaraq istifadə edirəm. Mislər Nivada demək istifadə etmirəm. Çox retkallarda istifadə edirəm. Üzüm təmiz olduğuna görə pambıq da təmiz idi. İndi isə biraz üzüm artıq təmizləndi. Yapışqanlıq getdi. Çizdeyliyanın bu üz kremini istifadə edəcəm. Əslində, indi axşamdır. Axşam olmasaydı SPF istifadə edəcəkdim. Amma axşam olmadığına görə belə bir krem istifadə edirəm. Mən əvvəllər də bundan istifadə etmişdim. Həqiqətən də razıyam. Hətta qızım üçün də təzələcə birini almışam. Üstü belə qılı güllü. Təbii seçirəm də. Mən bəlkə də əvvəllər daha təzə idim, cavan idim. Çox istəyirəm çəkmək, makyajlar. Amma indi yox. Belə. Gördüyünüz kimi örtücü deyil. Elə bil ki, elə bir balaca, bir ton film dəyişdi, amma belə örtücülüyü yoxdur. Buradan da belə aydın görsənir. Temperatur var. Onu istifadə edəcəm. Təəssüf ki, bir qışda sınıb. İlk dəfədir ki, həyatımda nəsə sındırıram. Daha doğrusu mən sındırmamışam. Ona görə də burada güzgüyə baxa-baxa işləyəcəm. İlk öncə açıq rənglərdən başlayıram. Sonra yüngülvari belə biraz karşım tona getdim. Belə qəhvəyi. Çox belə az tonda. Əslində rozu eləmək istəyərdim. Hayır, üstünə rozu qədər. Koftam rozlu olduğuna görə. Burada Instagram üçün video çəkirəm. Qoymuşam gedir. Ondan sonra editləməliyəm. Neyse, burada bir də rozu belə tonlu rəng var. Onu çəkəcəm. Burada artıq mikrofonumun zaydqası qutarıbmış, mən bilməmişəm. Ona görə də buradan səsli formada davam edəcəm. Alflame'nin belə bir Jordania'nın karandaşını istifadə etdim. Gözümdə görürsünüz. Essence'in belə bir maskarası var, onu istifadə edirəm.
Bu maskaranın hal-hazırda patilkaları da çıxıb heç bilməzdim. Təzəcə görmüşəm. Qızım da mənə çay gətirdi, sağ olsun. Fincanımı həqiqətən çox bəyənirəm. Belə, indi isə davam edək make-up'a. Belə bir bronzer var, onu istifadə edirəm. Həqiqətən də qoxusunu da çox bəyənirəm, hədifdə paylaşıram. Biraz yan hissədən, belə orta hissədən götürdüm. Çox hiss olunmayacaq qədər make-up etdim. Daha doğrusu bronzeri tətbiq etdim. Flormar'ın lap çoxdandan aldığım rumyanasını, ənlikini istifadə edirəm. 1 manat yoxsa 2 manat almışdım o vaxtı. Mən heç bilməzdim ki, Flormar'da bu qədər hər şey münasib qiymətədir. Təzəlikcə də 1 manata bir pomada götürmüşdüm. Həqiqətən də hal aldım. Bu cür belə keyfiyyətli məhsulları endirimlə etdiklərinə görə. Burasını çəkmək istəmirəm hələ, çünki çay içirəm. Ayda, bir şey dodaq boyası qaldı. Bir də saçlarımdır. Əslən bu şeyi çıxartmaq istəyirəm, qolbaxı. Çoxdan da bunu istifadə edirəm, yəni yorulmuşam. Burada məndə böyle bir xırda böyle şairliklər var. Çıqqış. İndi isə istəyirəm. Ya da ki, ən yaxşısı, mən üçün yuxarıdan gebəcək gətirə bilərsən Pandora. Ay, özüm eləyərəm. Bunu əslində qoyacağım Pandoranın içinə. Özümə uyğun qızlar istəyirəm. İstərdim ki, onlar da izləsinlər məni. Kommentarda bir-birimizə dəstək olaq və bir-birlərimizin videolarına baxaq. Belə. Saatım da artıq yığıb. Belə bir rozlu saatım var, onu istifadə edəcəm. Köynəyimə görə. Makyajdan sonra yollandıq Xətayidə yerləşən Teyum gedirdi, səhv eləmirəmsə, kofe shopa. Çünki orada kofelerin üzərində bir ördək verirdilər və ikinci dəfə gedəndə ördəyin aksesuarını verirdilər. Əslində məndə ördəyim də var idi, aksesuarım da var idi. Biz sadəcə övladlarım sevinsin deyənə yenidən yollandıq və Xətayini biraz oradan-buradan çəkmişəm. Orada yaşayanlar varsa, oradan mənim videomu izləyən varsa, bir ürək qoysa çox şad olaram. Və bilərəm ki, oranı çəkəndə kimisə qarşısına çıxıb. Və artıq o demoka gəldik, çatdıq. İçərisini çəkirəm sizlər üçün. Göstərincə səliqəli və akuratlıdır. Axşam idi, hardasa yarım saat ərzində bağlanacaqdı. Coffee shop biz də elə 20 dəqiqə, 25 dəqiqə oturduq, əyləşdik. Kofelərimizi götürüb ətrafı gəzdik. Sabahsı gün tırnaqlarım çox uzanmışdı və mütləq tırnaq ustasına getməli idim, korreksiyaya getməli idim. Ona görə də yollandım ora. Əvvəlki dırnağım açıq sarı, yaşıl tər idi. İndikini isə rozova etdim və baş barmağım olan hissəyə isə French etdirdim. Mən bəyəndim, çox xoşuma gəldi. Pinterestdən götürmüşdüm. Əgər sizə də ideya olsa, elətdirə bilərsiniz, yay bitməmiş. Və belə. Nəsə həmişə yeni bir şey olanda mənim çox xoşuma gəlir. Demək ki, eşq yaşayıram da. Bütün yolu ancaq ayaq dırnaqlarıma baxırdım. Özümə də belə bir Lipton aldım içməyə. Dırnaq ustasına getmişdim. Onda korreksiyasını etdirmişdim. Amma onu heç çəkməmişəm. Yadıma da düşməyib.
Və burada övladlarımı tenis vaxtı gözləyirəm ki, çıxsınlar, evə yollanaq. Və bu da belə. Sadəliyi çox sevirəm, amma bəzən sadəlikdən yorulanda əlvan rəngləri də sevirəm. Hal-hazırda Ülker Ziyanın Öz Ulduzunu Tap kitabını mütaliə edirəm. Bunu da sizlərlə mütləq paylaşmalı idim. İndi isə keçək əsas məsələyə. Bu qədər alış-verişə cəmi 62 manat 64 qəpik ödəmişəm. Nə almışam? Mayonez, sarı pendir, çanaq pendiri. Sonra isə belə bir kəsmiklər götürmüşəm. 4 manat 18 qəpik etdi. Qaymaqlı şor götürmüşəm. 2 manat 85 qəpik oldu. Bir də belə Hind qozu götürdüm. Çoxdan da istəyirdim. Atışdırmalıq çayın yanında çox ləzzət eləyir. Ümumiyyətlə fərqli dad oldu. Mənim üçün ürəyim getdi. Banan qiyməti isə görürsünüz burada 4.64 elədi. İçərisində 6-7 dənə var idi. Səhv eləmirəmsə. Pomidor 8.95. 3 kilo 20 kilogram belə 20. Şaftalı 3.28. Xoşuma gəldi şaftalılar. Yəni məsləhətlidir həqiqətən də. Mən bəzən bazarın özündən almağı sevirəm. Xiyar 2.85 oldu, amma xiyarın hələ dadına baxmamışam. Pomidoru bəyəndim, şaftalını da çox bəyəndim, bravodan. Qarpızları heç tövsiyə etmirəm. Bunun kilosuna görə 3.11 elədi, bunun kilosuna görə 3.56. Yəni heç belə qarpız ümumiyyətlə bravodan almayın. Bu mənim artıq 5-ci səhvimdir. Sonda isə özüm üçün belə bir 17 Pro Max götürmüşəm kreditdə. Dedim onu sizlə paylaşım. Bundan sonra çəkdiyim videolar düşünürəm ki, daha qəşəng olar, daha qəşəng alınar. Və bu da burada belə yadigar qalsın. İstəyən hər kəsə qismət olsun. Hər kəs öz istədiyini ala bilsin. Amin.